Marian çökəkliyinin ən dərin nöqtəsi Challenger uçurumu adlanır. O çökəkliyin cənub-qərb hissəsində ən son məlumatlara görə dəniz səviyyəsindən 10.994 metr aşağıda yerləşir. Çökəklikdə ilk ölçmələr buranı tapan Challenger Meydan Oxuyan adlı Britaniya tədqiqat gəmisi tərəfindən 1875-ci ildə həyata keçirilmişdir. Dünyanın ən dərin nöqtəsinin adı da elə buradan qaynaqlanır. Maraqlıdır ki, Sovet elmi tədqiqat gəmisi Vityazın tədqiqatçıları 1957-ci ildə həyata keçirdikləri ölçmələr zamanı ən dərin nöqtəni 11.022 metr olaraq təyin etmişdirlər. Nəyə görə Marian çökəkliyi bu qədər dərindir? Marian çökəkliyinin dərinliyi nə qədər mübahisə doğursa da, onun nə üçün bu qədər dərin olması bir o qədər maraqlıdır. Bu ağıllı suala cavab vermək Marian çökəkliyinə enmək qədər çətindir. Lakin tədqiqatçıların fikrincə, çökəklik tektonik plitələrin sürüşməsi səbəbindən bir neçə milyon il əvvəl meydana gəlmişdir. Dünyanın ən yüksək nöqtəsi olan Everest dağı ən dərin Marian çökəkliyinə atılsaydı, zirvəsi bir neçə kilometr suyun altında qalardı. Görünür, çökəkliyə enmək heç də hündürlüyə qalxmaq qədər asan deyil. Everest zirvəsinə qalxan insanların sayının günü-gündən artmasına baxmayaraq, Marian çökəkliyinə enənləri barmaqla saymaq olar. Bugünə kimi ən dərinə dalış edən insanların sayı cəmi 3-dür. Marian çökəkliyinin dibinə ilk eniş 23 yanvar 1960-cı ildə ABŞ-ın hərbi dəniz qüvvələri leytenantı Don Walsh və tədqiqatçı Jacques Piccard tərəfindən həyata keçirilmişdir. Avatar, Titanic və Terminator filmlərinin ilk iki hissəsinin müəllifi rejissor James Cameron 26 mart 2012-ci ildə Dünya okeanının ən dərin nöqtəsinə çatan üçüncü və bunu təklikdə edən ilk insan oldu. Bura enən ilk iki şəxsdən fərqli olaraq Cameron Marian çökəkliyində 3 saat qalmışdır. Rejissorun çəkdiyi kadrlar əsasında National Geographic Channel kanalında elmi sənədli film nümayiş olundu.